Salam əziz izləyicilər. Bugün natural ədədlər bölməmizin 5-ci hissəsi ilə davam edirik. Bugün bir neçə misalın izahına baxacağıq. Bizə verilib ki, n bərabərdir 4 vurulsun 6 vurulsun 5 vur 9 ədədinin neçə sadə böləni var? Bu tipli suallarda bir-bir ədədləri vurub, açıb, təzədən sadə vuruqlara ayırmağa ehtiyac yoxdur. Baxırıq ki, burada mürəkkəb ədədlər var. 4, 6, 9. Həmin mürəkkəb ədədləri birincisi sadələşdiririk. Yəni, sadə vuruqların hasili şəklində yazırıq. N bərabərdir. 4-ü sadə şəkildə yaza bilərik. 2 vur 2. 6-nı sadələşdirib yazarıq. 2 vurulsun 3 kimi. 5 özü sadədir. Olduğu kimi qalır. 9-u isə sadələşdirib yaza bilərik. 3 vur 3. İndi baxırıq ki, bu ədəddə, bu hasildə, yəni bu sadə vuruqlar arasında neçə sadə bölən var? 2, 3 və 5. Yəni 3 dənə sadə böləni var. Demişdik ki, sadə bölən nədir? Müxtəlif olan ədədlərdir. Müxtəlif olan ədədlər hansılardır? 2, 3, 5. Yəni 3 dənə sadə böləni var. Əgər sadə vuruqlarının sayını istəsəydi, hamısını sayardıq. Neçə dənə olacaqdı? Deməli, 3, 4, 5, 6, 7. 7 dənə sadə vuruq olacaqdı. Sadə bölən 3 dənə, sadə vuruq 7 dənə. Sadə bölən nə idi? Müxtəlif olanların sayı idi. Deməli, bu tipli suallarda nə edirik? Mürəkkəb ədədləri sadələşdiririk, sadə vuruqların hasili şəklində göstəririk. Ondan sonra bizə verilən sualın cavabını tapırıq. Məsələn, belə bir misal verir. N bərabər 10 vur 8 vur 3 vur 2 ədədinin neçə sadə böləni var? 10 mürəkkəbdir. Sadələşdirib yazırıq. 2 vurulsun 5 kimi. 8 mürəkkəbdir. Sadələşdirib yazırıq. 2 vur 2 vur 2 kimi. 3 sadədir. Olduğu kimi qalır. 2 sadədir. Olduğu kimi qalır. Sadə bölən neçə dənədir? 3 dənədir. Nəyə görə? Çünki 3 fərqli ədəd var. 5, 2, 3. Bəs sadə vuruqları nə qədərdir? Sadə vuruqları 7 dənədir. Çünki cəmi 7 ədəd var. Əgər burada daha böyük bir ədəd olsa idi, məsəl üçün n bərabərdir 72 vurulsun 36 vurulsun məsələn 24. Onda bu ədədləri bir-bir sadə vuruqlara ayırardıq. Sadə vuruqlara ayırma qaydası necə idi? Məsələn, 36-nı ayırmaq istəyəndə bu şəkildə 2-yə bölərdik 18, 2-yə bölərdik 9, 9-u 3-ə 3, 3-ü də 3-ə 1. 36-nın yerinə yazardıq 2 vur 2 vur 3 vur 3. Daha sonra 72-ni parçalayardıq, onun yerinə uyğun gələn sadə vuruqları yazardıq. Yəni, böyük ədədlər olduqda bu şəkildə sadə vuruqları ayırıb yerinə yaza bilərik. İndi isə nə izah edəcəm? Mərtəbə toplananlarının cəmi. Məsələn, AB üstündə xətt çəkilib. Uşaqlar, əgər AB-nin üstündə xətt çəkilibsə, deməli o 2 rəqəmli ədədi göstərir. Yox, xətt çəkilməyib AB yazılıbsa, deməli bu A vurulsun B deməkdir. Üstündə xətt varsa ədədi bildirir, xətt yoxdursa vurmanı bildirir. Yadınızda saxlayın. Əgər AB üstü xəttirsə 2 rəqəmli ədədi göstərir, ABC üstü xəttirsə 3 rəqəmli ədədi göstərir. Açılışına uyğun isə belə yazırıq ki, B təklikdir, A onluqdur. Ona görə yazırıq 10A üstə gəl B. Məsələn, C təklikdir, B onluqdur, A yüzlükdür. Bunu belə yazarıq. 100A üstə gəl 10B üstə gəl C. Mərtəbəsinin vahidinə uyğun şəkildə yazırıq. Əgər B təklikdirsə təkcə B yazırıq, A onluqdursa 10A yazırıq. Və yaxud da A yüzlükdürsə 100A yazırıq. Deməli, bizə belə bir misal verir. Bizdən A-nı istəyə bilər, B-ni istəyə bilər və yaxud da A üstə gəl B-ni istəyə bilər. Necə həll edirik? Birincisi, AB üstü xətti açılışı şəklində yazırıq. Necə idi? 10A üstə gəl B idi. Bərabərdir 3A plus 2B yazırıq. A-ları bir tərəfə yığırıq, B-ləri isə bir tərəfə yığırıq. Yəni, yazırıq 10A çıxılsın 3A bərabərdir 2B çıxılsın B şəklində yazırıq. Əgər 3A burada müsbətdirsə, əks tərəfə keçəndə olur çıxılsın 3A. Və yaxud da B burada üstə gəldisə, əks tərəfə keçəndə olur çıxılsın B. 10A-dan 3A çıxanda qalır 7A bərabərdir 2B-dən də B çıxanda qalır 1B. Bəs A-nı B-ni necə tapırıq? Əks qiymətlər veririk. Yəni ki, əgər burada 1B yazılıbsa, onda A-ya 1 veririk.
Burada 7A yazılıbsa, onda B-yə 7 veririk. Nəyə görə belə yazırıq? Çünki A 1 olsa əgər 7 vur 1 bərabərdir. B də 7 olsa 1 vur 7 bir-birinə bərabər olar. Ona görə də A bərabər 1 götürürük, B bərabər 7 götürürük. A-nı, B-ni tapdıq. Məsələn, A üstə gəl B-ni istəsə, cəmləri olacaq neçə? 8. Məsələn, növbəti misalda bizə verir ki, AB üstü xətt bərabər 9B olarsa, A-nı, B-ni tapın. Yenə açılışı şəklində yazırıq. 10A üstə gəl B bərabərdir 9B. Burada A yoxdur. Ona görə sadəcə B-ni keçirdirik digər tərəfə. Qalır 10A bərabərdir 9B çıxılsın B. 10A bərabərdir 8B-yə. İndi biz burada nə edirdik? A-ya 8 verməliyik, B-yə də 10 verməliyik. Düzdürmü? Əksi qiymətlər. Lakin biz B-yə 10 verə bilmərik. Nəyə görə? Çünki bizim ədədimiz 2 rəqəmli ədəddir. Biz B-yə 10 versək, bu gəlib olacaq 810. 3 rəqəmli ədəd olacaq. Lakin bu doğru deyil. 2 rəqəmli ədəd verə bilmərik. Ona görə nə edəcəyik? Sadələşdirəcəyik. Baxıram ki, 10 və 8. Hər ikisi 2-yə bölünür. Hər ikisi 2-yə bölünürsə, hər ikisini də 2-yə bölüb sadələşdirirəm. 10-u 2-yə bölürəm 5A, 8-i 2-yə bölürəm, qalır 4B. Hə, indi əks qiymətlər vermək olar. A-ya 4 verərik, B-yə də 5 verərik. Yəni, A bərabər 4 olacaq, B də bərabər 5 olacaq. Bu tipli misallardan nə edirik? Uşaqlar, bu mötərizə içərisində yazılan ədədlərdən ortaq vuruğu mötərizə xaricinə çıxardırıq. Burada 3n və 5n-in hər ikisində ortaq vuruq n-dir. Buna görə n-i çıxardırıq mötərizə xaricinə. Yazırıq n vurulsun. Əbob, mötərizədə nə qalır? 3 qalır, bir də 5 qalır. Bərabərdir 10-a. 3 və 5-in əbobunu tapsaq, cavab alarıq 1. Nəyə görə? Çünki 3 və 5 qarşılıqlı sadə ədədlərdir, əbobu 1-ə bərabərdir. Ona görə olacaq 1. N vurulsun 1 bərabər 10. N də bərabərdir 10 cavabını alarıq. Əgər bizdən ədədlərin özlərini istəsə, onda 3n və 5n də onu yerinə qoyub həmin ədədləri taparıq. Onlar da olacaq biri 30, digəri isə 50. Məsələn, əkobda da baxaq. Yenə ortaq vuruq n-dir. Mötərizə xaricinə çıxardırıq. N vurulsun. Əkob 2, 3 bərabərdir 24. 2 və 3-ün əkobu nəyə bərabərdir? 6-ya bərabərdir. N vur 6 bərabərdir 24. N də bərabərdir 4 olacaq. Əgər bizdən ədədlərin özlərini istəsə, 2n olacaq 8, 3n olacaq 12. Başqa bir misala baxaq. Əbob 2n kvadrat plus n, 2n kvadrat plus 2n bərabər 5 olarsa n-i tapın deyir. Uşaqlar, yenə hər birində n ortaq vuruq olduğuna görə mötərizə xaricinə çıxardıram. N vurulsun əbob 2n plus 1 qalır. Bir də 2n plus 2 qalır. Bərabərdir 5-ə. Uşaqlar, bunlar ardıcıl ədədlərdir. Hardan bilirik? Məsələn, n-in yerinə 1 qoysaq, n 1 olsa 2 vur 1 üstə gəl 1 eləyəcək 3. Digərində isə 2 vur 1 üstə gəl 2 edəcək 4. Və yaxud da 2 qoysaq 2 vur 2 plus 1 olacaq 5. Digərində 2 vur 2 plus 2 olacaq 6. Fikir verirsiniz 3, 4, 5, 6 ardıcıl ədədlər alınır. Və biz də bilirik ki, ardıcıl ədədlər hər zaman qarşılıqlı sadə ədəd olur. Ona görə də onların əbobu nə olacaq? 1 olacaq. N vurulsun 1 bərabərdir 5, n də bərabərdir 5 olacaq. Daha sonra ədədlərin özlərini istəsə, n-in yerinə gətirib 5 qoyub, həmin ədədləri tapa bilərik. Bəs bu tipli suallarda nə edirik? Bizdən ədədin son rəqəmini istəyir. Baxıram ki, 3 üstü 221-i və 7 üstü 50-ni hesablamaq çətin məsələdir. Buna görə nə edirik? Yadınızda saxlayın, hər zaman qüvvətdə yazılan ədədi 4-ə bölüb qalığı götürürük. Nəyə görə? Çünki ədədlərin üstlərinin qüvvətlərinin hər 4 dəfədən bir təkrarlanır. Necə? 3 üstü 1 sonu 3 ilə bitir. 3 üstü 2 sonu 9 ilə bitir. 3 üstü 3 sonu 7 ilə bitir. 3 üstü 4 sonu 1 ilə bitir. Və nəhayət 3 üstü 5-də
Təzədən nə ilə başlayır sonu? 3 ilə başlayır. Daha doğrusu sonu 3 ilə bitir. Yenə 3 üstü 6 olacaq. 9 ilə bitəcək sonu. Yəni 4 dəfədən bir, hər dəfə sonluqları təkrarlandığına görə qüvvətlərini biz nəyə bölürük? 4-ə bölürük və qalığı götürürük. 221-i 4-ə bölürük. Bərabərdir. Cavab olacaq 55, qalıq isə 1. Deməli, 3 üstü 1 yazırıq. 3 üstü 1-i götürürük. 50-ni 4-ə bölürük. Deməli, olacaq 12, qalıq isə 2. 2-ni götürüb 7 üstü 2 yazırıq. 3 üstü 1 3-dür, 7 üstü 2 isə 49-dur. Hesablamağa heç ehtiyac yoxdur. 3-ü 9-a vurarıq. Eləyər 27, sonu 7 ilə bitəcək uşaqlar. Yəni, yadınıza saxlayın. Bu tip suallarda həmişə qüvvəti 4-ə bölüb, qalığı götürürük, qüvvətdə yazırıq. Bəs bu cür suallarda nə edirik? Uşaqlar, bu cür suallarda bölünmə əlamətlərindən istifadə edirik. Məsələn, bizə 3-ə bölünməsindən alınan qalığı istəyirsə, onda 3-ə bölünmə əlaməti nə idi? Rəqəmləri cəmi 3-ə bölünsün. Tutaq ki, burada 5-ə bölünməni istəsəydi, son rəqəminə baxardıq. Çünki 5-ə bölünmə son rəqəmi 0 və yaxud da 5 olsun. 2-yə bölünməni istəsəydi, yenə son rəqəminə baxardıq. Çünki sonu cüt ədədlə bitən ədədlər 2-yə qalıqsız bölünür. 4-ə bölünməni istəsə, son 2 rəqəminə baxarıq. Məsələn, 8-ə bölünməni istəsə, son 3 rəqəminə baxarıq. Yəni, bu şəkildə bölünmə əlamətlərindən istifadə edəcəyik. Bölünmə əlamətlərlə bağlı video izahımızda kanalda yerləşdirilib baxa bilərsiniz. Deməli, indi bizə 3-ə bölünməsindən alınan qalığı istəyir. 3-ə bölünmə rəqəmləri cəmi 3-ə bölünsün. Nə edəcəm? Bir-bir rəqəmlərini toplayacağam. Rəqəmlərini toplasaq, 1 üstəgəl 7, üstəgəl 3, üstəgəl 2, üstəgəl 2, üstəgəl 2. Bərabərdir. Bu bizə verəcək 17. Bu qalsın. İkincinin rəqəmləri cəmini tapsaq, 1 üstəgəl 7, üstəgəl 3, üstəgəl 4, üstəgəl 4, üstəgəl 4. Bərabərdir 23. Hər birini ayrılıqda 3-ə bölürük. Bölünsün 3. Deməli, buradan alınacaq 5, qalıq isə 2. Digərini 3-ə böləndə alınacaq 7, qalıq isə nə? 2. Bizə qalıqlar lazımdır uşaqlar. Qalıqlar 2 və 2. Ortada nə işarəsi var? Vurma işarəsi var. Nə edəcəm? 2-ni 2-yə vuracam. 2-ni 2-yə vuranda cavab eləyir 4. Əgər buradakı ədəddən, yəni bizə 3-ə bölünmə deyir, düzdürmü? Əgər aldığımız cavab 3-dən kiçik olsaydı, həmin aldığımız cavabı cavab olaraq götürərdik. Amma 3-dən böyük olduğuna görə, axı qalıq demişik ki, böləndən kiçik olmalıdır. 4 3-dən böyükdür. Yəni qalıq 3-dən böyükdür. Ona görə təzədən 4-ü bir də nə edəcəyik? 3-ə böləcəyik. 4 bölünsün 3 bərabərdir 1, qalıq isə 1. Və son cavab olaraq bu sonda aldığımız 1-i cavab olaraq götürəcəyik. Yadınızda saxlayın. Aldığımız qalıqları əgər ortada vurma varsa, bir-birinə vurandan sonra aldığımız cavab böləndən böyükdürsə, təzədən 1 də həmin ədədə bölürük. Qalığı götürürük. Yox, böyük deyilsə, kiçikdirsə, onda cavabı elə olduğu kimi saxlayırıq. Məsələn, burada alsaydıq ki biz, məsələn, uşaqlar, tutaq ki, qalıqları 2-2 almamışıq. Qalıqları 2 və 1 almışıq, tutaq ki. 2-ni 1-ə vuranda neçə eləyir? 2 eləyir. Cavabı elə 2 olaraq götürəcəkdim. Amma biz burada nə almışdıq? 2 və 2 almışdıq. 2-ni 2-yə vuranda 4 eləyir. 4-ü cavab götürə bilmərik. Çünki böləndən böyükdür. Ona görə 4-ü təzədən 3-ə bölürük. 1, qalıq 1 alınır. Həmin o 1-i cavab olaraq götürürük. Və bir də yadınıza saxlayın. Burada ortada vurma işarəsi varsa, həmin qalıqları bir-birinə vururuq. Toplama olsaydı toplayardıq. Yadınızda qalsın. Bu tipli suallarda nə edirik? Tutaq ki, bizə A və B ədədlərinin sadə vuruqlarını Venn diaqramı şəklində göstərib. Yəni, bu deməkdir ki, onların ortaq vuruqları ortaya yazılıb. Yerdə qalan ortaq olmayan vuruqları isə kənarda yazılıb. İndi bizdən məsələn istəyə bilər əbobu, əkobu və yaxud da A-nın özünü tapın deyə bilər, B-nin özünü tapın deyə bilər. Necə tapırıq? Əgər söhbət əbobdan gedirsə, ortaq vuruqları götürürük. Çünki əbob nə idi? Ortaq vuruqların hasili idi. Əbob deyirsə ortada duranları götürürük. Deməli, ortada duranlar 2 və 3 olduğuna görə 2 vur 3, əbobları olacaq 6. Əgər bizdən əkobu istəsə, əkob burada gördüyümüz bütün vuruqların hasilinə bərabərdir.
2 vur 3, vur 3, vur 2, vur 5, vur 7. İndi bunun cavabını da özünüz hesablayarsınız. Deməli, əbob istəsə ortaqları seçirik. Əkob istəsə burada gördüyümüz bütün vuruqları bir-birinə vururuq. Əgər A-nın özünü istəsə, yəni A ədədini tapın desə, onda A-nın dairəsinə aid olan bütün ədədləri bir-birinə vururuq. A-nın dairəsinə 2, 3, 3, 2 daxildir. Ona görə də onları bir-birinə vursaq, 2, 3, 3, 2 bizə A-nı verəcək. Əgər bizdən B-ni istəsə, B-nin dairəsində olan bütün ədədləri bir-birinə vursaq, B-ni taparıq. Olacaq 3 vur 2 vur 5 vur 7. Bu şəkildə. Əgər bizdən C-ni istəsə, bilirik ki, C nədir? Ortaq olmayan vuruqların hasilidir. Ortaq olmayan vuruqların hasilini istəsə, adından da göründüyü kimi ortaq olmayanlar kənarda duranlardır. 2, 3, 5, 7. Onları bir-birinə vursaq, C-ni almış olarıq. İndi isə belə bir suala baxaq. Deyir ki, cədvəldə hansı ədədin sadə vuruqları və sayı verilmişdir? Sadə vuruqlar 2, 3, 5 olaraq göstərilib. Sayıları isə 1, 2, 1 göstərilib. Baxıram ki, 2-dən neçə dənədir? 1 dənədir. Yazıram 2 üstü 1. 3-dən neçə dənədir? 2 dənədir. Yazıram 3 üstü 2. 5-dən neçə dənədir? 1 dənədir. Yazıram 5 üstü 1 və bir-birinə vururam. Cavab olacaq 2, vur, 3 üstü 2, 9 eləyir, 5 üstü 1 də 5 eləyir. Cavab da olacaq 90. Deməli, 90 ədədinin sadə vuruqları və sayı verilibmiş. Deməli, nə edirik? Sadə vuruqların sayını qüvvətə yazıb, bir-birinə vurub cavabı tapırıq. Uşaqlar, natural ədədlər bölməmizin izahını burada yekunlaşdırırıq. Digər hissələri üçün səhifəyə keçid edib baxa bilərsiniz. Eyni zamanda müxtəlif misalların, məsələlərin izahları üçün qeyd etdiyim sosial şəbəkə hesablarından məni izləyə bilərsiniz. Əgər əlavə suallarınız varsa və yaxud da başa düşmədiyiniz hissələr varsa, Instagram və TikTok səhifələrindən mənə yazıb suallarınızı yönləndirə bilərsiniz. Hələlik sağ olun.